Saçı kesmişimi ailəm gördü. Dayın qız gəlib sənin qabağında niyə soyun? Təbrik edirəm. Ay çox sağ ol. Sən də, mənim də. Məktəbdə səhvən qızın bir yerinə toxunmuş. Dil atarkən ikinci insanlar səhmirəm bu videom var. O mən sən var. Qabağımda gedən dayın dostum bilib boynuna vurmuş. İki əlimi də bilmədən onu əminəm təsadüfəndir dostum. Oğlanla ağız-ağıza gəlmişdim qıza. Sən sevirəm. Nə deyirəm? Gəl sən görsən ki, qızın harasına baxırsan. Mən sən ağzını üzünə. Salam ata, necəsiz? Hər insan həyat boyu ən az bir dəfə biabır olmuşdur və bu gün sizin həmin o biabırçılıqlarınızı oxuyacağıq. Görə həqiqətən də nətər biabırçı insanlar imişsiniz ya da həyatınızda başınıza gələn şeylər nətər. Belə bir cümlə yoxdur da. Allah videoya normal bir dənə epik bir dənə giriş eləyəcəkdim, onu da bacara bilmədim. Hər nəsə də bildiyiniz kimi əvvəl 3 dənə seriya çəkmişdim bundan ya da 2 dənə çəkmişdim, dəqiq bilmirəm. Buradakı linkdən baxa bilərsən bölümlərə. Əgər sizin də bu tipdə şeyləriniz varsa, yorumlar qisminə yazmağı unutmayın. Əgər 3000 like gəlsə bu seriyanın davamı gələcək və biabırçılıqlarınızı oxumağa davam edəcəyik. Getdik. Saçı kesmişimi ailəm gördü. Məncə bu videonun burada baxılsa yaxşıdır. Saçı kesmişi bilirsiniz. Uşaqlar baxın hələ sizə belə tövsiyə vermək kimi olmasın. Nə axtarırsınızsa axtarandan sonra direkt silin də beləcə problemlər yaşanmaz. Saçıpda ilə elə şeylər danışırıq ki, həqiqətən də insan üzünə çıxmamalıdır yəni bunlar. Mən tənə baxıram deyə lağa qoydu. Ay məzələnsən məndən. Fərəz bura mahnı qoyma da cümlə var. Səbirlə sözdəm. Harda nə vaxt idi bilmirəm. Keçən ildə sən Bəntəni nə var? Bütün seriyalarımı bitirmişdim də. Çox maraqlı idi. Həqiqətən də çox maraqlı idi. Dayım qızı bizdə idi. Mən də ondan xoşum gəldi. Cavab qabağımda soyundu. Ondan sonra kifayət qədər böyüməyibsən demək. Abi bir şey başa düşmürəm. Dayın qız gəlib sənin qabağında niyə soyunur? Belə şeylər mənə həqiqətən də çatmır da. Yəni necə yaşanır, necə belə şeylər olur? Mənim başım çıxmır. Yəni yaşınız çox balcasınızdır da. Yəni utanma deyilən şey yoxdur. Maksimum belə ola bilər də yəni. Bu gün 8 mart əmmim oğlu təbrik edirəm. Mən də səhvən sənin dedim. Səni 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Ay çox sağ ol. Sən də mənim də salam səməyə dedim, müəllim eşitdi. Bu salam səməyə teması nədir? Mənim başım çıxmır. Yəni nə vaxt idi bilmirəm. Belə canlı yayın falan açanda bu salam səməyə söhbətin gəlib bizim də çatımıza yazırdılar. Prosta həqiqətən də hələ də bilmirəm ki, bu söhbət nədir də. Yəni deyəsən çox safam belə şeylər bilmək üçün. Məktəbdə səhvən qızın bir yerinə toxunmuşdum. İndi bir yer deyəndə qardaşım mən ağlıma hər yer gələ bilər də. Yəni başa düşürsən bir yer sözü məsəl üçün insan bədənində hər yerə olar sözün əsl mənasında. Ona görə açıqlama gətirsən daha yaxşı. Böyük ehtimal gətirə bilmədiyə görə yazmamışsan. Liftin qabağı, lift sözün başqa şey oxudum. Nəysə. Liftin qabağında 3 dostum ilə birlikdə dil atarkən hara dil atar? Liftin içində deyə dil at. İkinci insanlar səhmirəm bu videom var. Toyda söydüyüm yerdə mahnı kəsildi. Ayxo normal idi. Sonra sözümü səhvləşdim. Mən də qayıdıb dedim ki, "O, mən sən var." Nişanlımla dalaşıb ağzıma gələn deyəndə atasının görüntü zəncə qoşmağı paylaş Nihat görsün. Bir dəqiqə, bunu yazan qızdır yoxsa oğlandı? Mən bunda oğlan kimi görmüşdüm, ancaq bu qız mesajına oxşuyur axı. Bax, üzülsən ha. Başıma keçirtməyə bir şey yoxdur, burada mənim başım çıxmır. Bu toxada nə qəşəng qız olur ha. Bax bir də sən görsən ki, qızın harasına baxırsan, mən sən ağzını üzünə nətərsiz. Nə var nə yox? Salam ata, necəsiz? Uşaq vaxtı sevdiyim qız üçün rep yazmışdım. Onu oxudum, evdəkilər güldülər. Sevdiyin qız üçün nətər rep yazmışdım məsələn. Yazdığı repi də buraya yazsaydın, həqiqətən də sən adınla, sən səsindən belə oxuyardın da. Sən səsi yardım biləm, gizli danışaq. Səni sevirəm Nazlı. Sən olursan qazlı. Səni görəndə bazlı. Oluram mən yazlı. Bu şeir oldu axı, rep olmadı axı. Mətbəxdə qonaqların gətirdiyi şirniyyatları basanda mən görmüş. Bunu var, yaşamayan yoxdur həqiqətən deyirəm. Bir sənətərdir. Elə bil ki, nəsə maraqlı şey gətirirlər biz uşaq vaxtı, şirniyyatdan zatlandı. Prosta onların getməsini gözləmək olmurdu. Görsən nə gətiriblər, görsən bizim yeyə biləcəyimiz bir şey varmı onun üçün? Müəllim dərs başlayarkən anlamadığımda ona idi qızı demişdi. Yaxşı, indi bir dənə bir qəşəng bir dənə sual verim də, yəni. Bu müəllim oğlan müəllimmi yoxsa qadın müəllimmi? Əgər qadın müəllimdirsə problem yoxdur, ancaq oğlan müəllimsə keçib görürsən. Qabağımda gedən dayın dostum bilib boynuna vurmuşdum. Dayını dostum bilmişdin. Dayını dostum bilmişdin. Dayı ilə dostluğu necə səhv sala bilərsən? Dayı da ağzında dayı deyirsən, adam vuruşub da başa düşürsən. Dostunla necə səhv sala bilərsən? Bunu mən beynim almır al bax ki. Deyək ki, qısa çizdi, amma heç də qısa kəsmişə oxşamayıb. Bu boyda şey olar. Bir dəfə 11-ci sinifdə son dərs boş idi. Müəllimə dedi, istədiyiniz bir şey varsa qoşun izləyək. Sinifdə proyektor var idi. Nəysə mən də deyirəm ki, gəlin ən sevdiyim serial baxaq. Hamı okey oldu. Dedim qoşdu. Özdə qoşmadan qabaqda nə tərəfləyir? Güya ikinci dəfə də izləyirəm və s. Qoşan kimi orada bir səhnə gəldi. Ayda 18 kilosun dibi idi. Yəni dibi də özdə sözlər də deyirdi. Filmin içində elə şeylər olur, bəli, olur. Bütün sinif 25 nəfər plus müəllim mənə baxdı. Mən yerindən dura bilmirəm. Elə bil mumyalanmışdım. Heç kimdə söndürmür. Nəysə durub söndürdüm. Padruqam yanında deyir ki, necə də sevdiyi seriallar var imiş. Utancımdan zamoklu kapşonumu başıma qədər çəkdim, durmadım yerində dərs. Bir şey başım çıxmır. Sənin çox sevdiyin belə izlədiyin bir filmdirsə, əgər baxanda bilmirdin ki, sən belə şeylər çıxacaq qabağı var. Deyirsən ki, ikinci dəfə də izləyirəm məsələn. Hə. Sadəcə ikinci dəfə də izlədiyin bir serialı niyə tövsiyə eləsən də? Yaxşı olub. Arada bir utanmaq yaxşıdır. Bu utanmaq üzrə həqiqi utanmaqdır. Yəni başa düşürsən, özü bu qədər insanın içində. Balaca vaxtı başıma uzun corab keçirdi, çölə çıxdım. Evdə kalkotka yoxsa bunu canlandırar. Bir mötərizəsində qızam yazıb. Yəni kalkotkanı qızlar geyinir. Daha oğlanlar geyinmiş ki. İndi isə YouTube daşlar keçir. Görə YouTube daşlarına nətər yazıblar. Bir gün marşrutda dostum mən əxlaqsız sözdür. Mühtəccəli serikli bir sözdən. Marşrutda şofer mahnı qoşmuşdum. Mən də dostuma qəşəng söz deyən kimi mahnı deyəmirdi. Cəmaət mənə baxdı, bu nə deyir? Cəmaətin içində biabır. Bu bayaqki toy söhbətlə deyən biabır. Halbuki bir-birinizə uşaqla əxlaq
əxlaqsız sözlər demir, yoxsa insan qayıdıb sizə yaxşı sözlər deyir. Elə bir şeydir ki, söyüş həm pis söz deyirlər bu söyüşə, həm də ki, yaxşı söz deyirlər. Bir dəfə informatika dərsində bir yerə bastım, başqa yerə anavın o boyda siqnal olar, o da gəldi səsi. Bir dəfə informatika dərsində bir yerə bastım, başqa biri animeyə baxıb bastım. Abi bu necə bir cümlədir ala? Nəsə səhvən bir animeyə basıbsan. Okay, açıldı ah səsi gəldi. Uşaqlar gəlin. Burada sizin üçün maraqlı bir dənə şey açacağam. Dayan bir dəqiqə. Bu bağlı. Mən həmişə bu tip videolar yorum yazanda videolarımda heç oxunmur, ona görə artıq yazmıram. Bir baxalım nə oldu. Sevdiyim qızı aslanda gün artıq sarımsaq yediyim yadıma düşdü. Yadıma düşdümü? Yəni sevdiyin qıza açılanda ya da sən dünəndən fikirləşməmişdin ki, mən sabah sevdiyim qıza açılacağam. Bu zibili yeməyim. Həqiqətən də sevgilimə açılanda hiss edirdim bunu. Danışanda özüm belə ağzımın iyini hiss edirdim. Sən ora qədər danışmamışdın ki, heç man elə qızla danışanda ağzı iyini hiss edirdi. Yəni sən mən niyə əsəbləşdirsən? Hə? Göründü qız necə iyrənir. Məncə qız bundan sonra səndən danışmasa haqqıdır da, yəni sən öl. Birisi mənə falan kəsin uşağı oldu deyəndə mübarək demişdim. Sən bir dənə söz deyən var ha. Nə olursa olsun mən nəsə hər hansı bir məlumat gələndə mən təbrik edirəm deyirəm, Allah deyirəm. Ya antirəm, inanırlar da. Prosta mübarək demək o qədər də səhv bir şey deyil. Mübarək nəyə deyirlər? Xoş bir şeydir. Məsələn, yaxşı bir şey olub, ona mübarək. Prosta bu dövrdə uşaq doğmaq nə qədər yaxşı bir şeydir bilmirəm. Bir dəfə dərsdə məlumat verəcəydim, amma məlumat verəcəydim də. Allah nəsə bir suala cavab verəcəydim onlara, məlumat verəcəydim. Information paylaşacağam. Danışa bilmədim. Cücələ danışdım, hamının içində utandım. Cücələ danışdım yazmandan bilir ki, elə sənin yaşın biraz azdır. Cücənə. O deyildiyi kimi yazılmır qardaşım. O cüzənə z kimi tələffüz olunur. Niyə birdən bir Azərbaycan dili müəlliminə döndüm? Zəhraya buradan salamlar. Yolda top görmüşdüm. Topu aldım əlimə, atdıqlayırdım. Hacıza olmadı, sonra ilk nəmə atdıqlayırdım. Yəqin fırladıram mənasında yazıqlar olmadı. Oğlan gördü, arxamda topu qaytar deyə qışqırdı, biabr olarsan, biz əhməd biabr olarsan. Yəni sən fikirləşmirsən ki, yəni oradakı top kimizə yiyəsi var da, yəni niyə atdıqlamağa çalışırsan, Uşaqlar kimdənsə heç də atdıqlamayın, görsə sonra beləncə biabr ola bilər. Bir dəfə məşqələrdə test yazanda cavablara baxdım, sonra müəllimə cavabları yoxdur, yəni dedi, sənin səhvin yoxdur, mən də deyim yoxdur. Sonra uşaqlar da olan səhv məndə düz olduğuna görə, oğlum sən yazmışdın düzdür, gəl başa sal dedi, o anın içində peşmanlıq. Bunun var, yaşamaya yoxdur, sən öyle deyirəm. Bəzən bir siz nəfər olurdu. Yəni ərnirdik ya da ki, vaxtınız olmurdu yazmağa. Gedirdik arxasına köçürdük ya da ki, YouTube-da yazırdıq ki, Azərbaycan dili testi cavabları, riyaziyyat testi cavabları falan yazırdıq. Ancaq belə şeylər eləməyin uşaqlar. Görürsünüz sonra başınıza beləncə şeylər gəlir. Bir dəfə məktəbdə koridorda qaçırdım. Qabağıma qız çıxdı, təxminən 10-da oxuyurdu. 2 əlimi də bilmədən onun bura mən senzura qoyacağam. Çox mükəmməl bir senzura qoymuşam ona mavi ilə görürsüz. Yəni prosta baş hərfinə tuta bilirsiniz də yəqin harasını əldə. Özü 2 əli birdən. Əminəm təsadüfəndir dostum. Əminəm təsadüfəndir. Həqiqətən deyirəm. Hələ də utanıram amma deyirəm. Bir dəfəsində sinifdə müəllimin stoluna qusub. Ay o qədər stol qab niyə məcəz müəllimin stoluna qussan da? Yer qalmıyor. Qusmaq üçün öz stoluna qusla. Məktəbin nəğə yoluna getmişdim. Orada işimi həll eləyəndə bir dənə böyük qaqaş içəri. Böyük qaqaş deyir ki, narahat olma, işində ol. Mən baxıram burada. Ərcan vaxtlarım, deyəsən bu hamiyə aiddir. Mənim burnumda ət var, əyri görsəni, 5-ci sinifə keçəndə hər kəs güldü. Ay, sən gülənir mən. Sağlamlığında olan bir problem, ya da ki, dəyişdirə bilməyəcəyin bir problem, gülünəsi bir şey deyil. Yəni 5-ci sinifdə gülürdülər siz. Zaten 5-ci sinifdə uşaqların yəni ağılsız və ya belə şeyləri düşünə bilməməsindən qaynaqlı olan bir şeydir. Prosta böyüyəndən sonra sən əminəm ki, bu haqqda heç kəs gülməyəcək də, yaxın dostlarından var. Ay da utanıram amma nə isə. Aha, qəşəng bir dənə şey gəlir deyəsən. Mən 5-ci sinifdə gedəndə bir oğlanı sevirdim, bir neçə il əvvəl. Abi 5-ci sinifə gedəndə sən bir oğlanı sevmirsən, sadəcə xoşun gəlir. Bunu anlayırlar. 5-ci sinifdə sevgi deyilən bir şey yoxdur. Sən nə bilirsən, sevgi nədir? İndi 17 yaşım var, hesablamaya üşəndim. Bir gün dostumla tualetdə danışırdıq. Sinifdə yeni qız gəlmişdi. Bu qız dediklərimizi eşidib. Orada da sevdiyim oğlanın adını deyirdim və həmin gün valideynlər izləsi idi. O qız hamının ortasında mənim Əkbəri sevdiyimi dedi. Və o oğlanın anası da oradaydı. Üstəlik mənim anamda və utandığım hamının içində. Cındırıymış ha o qız. Belə adamları siz nə deyirlər? Sizinlə başlayan bir şey deyirlər. Bax indi deməyim də videoda ayıqdır başa düşürsən. İndi bu cəmaatın anası ilə bacısı ilə izləyir bu videonu. O qızın elədiyi həqiqətən var. Onu var bir qaşıq suda boğaram da sən öldür. İndi bu burası paylaşıb deyəcəklər ki, Fəraz qızlar üçün gör nə deyir. Bax başla bax da qardaşım videonun bir başla bax gör nə deyirəm mən. Xəbərçilik eləməyin. Bax kimin yaxşılığına da olsa, pisliyinə də olsa xəbərçilik eləməyin də öz səviyyənizi qoruyun. Dedim və getdi xəbərçiliyə. Mən sən metroda gördüm, şəkil çəkdirmək üçün yanına gəldim. Əlim ayağım titrədi, az qalsın tableti əlimdən yerə salacaqdım. Çox utandım. Məndən niyə utanırsınız ya? Mən başım çıxmır. Siz nə deyirlər özü? Deyirlər ki, səni çöldə gördüm, amma çox ciddi idim deyə qorxdum yanına yaxınlaşmağa. Qardaşım mən çöldə olanda gülmürəm. Bax bu vəziyyətdə olan bax. Eynilə bu vəziyyətdə olan. Amma siz bu vəziyyətdə olsan belə siz mənə yaxınlaşa bilərsiniz. Çünki nə qaracaq sizə deyəcəm ki, yerə gedəndə şəkil çəkdirmirəm sənə. Belə reaksiya verəcəyimi fikirləşirsiniz? Yox təbii ki də. Yəni indiyə qədər yanıma yaxınlaşan heç kəsi yəni geri çevirməmişəm də şəkil falan çəkdirmək üçün falan. Belə şey də eləmərəm. Niyə eləyim? Onlar mənim izləyicilərimdir. Məni sevirlər ki, mən yanıma gəlirlər. Niyə onlara təsvir sifət göstərdim? Sevdiyim oğlan məni bufetdə yemək yeyəndə görmüşdü, amma normal yemək yemir. Elə bunu bura yazmağından başa düşdüm ki, sən nə tər yemək yeyirsən. Bir dəfə ölən babamın əkizinə babamın adı ilə çağırmışdım. Pişə oğlan. Bu biabırçılıq deyil. Bu bilirsən nədir? Bu utanılası bir şeydir. Sən öl deyirəm də yəni. Ay zibil.
Ay, ay. O anı bir dənə ağlıma gətirdim. Hə, həqiqətən yazıq kişi pis olmuşdur ya. Ağlayıbsa həqiqətən də pis olmuşdur da yəni. Oğlanla ağız-ağıza gəlmişdim qızam. Ağız-ağıza gəlmişdin, yəni nəyə nəzər tutursan? Bu ağız-ağıza nətər gəlmişdin? Harda gəlmişdin? Niyə gəlmişdin? Bir dəfə liftin, bu lift sözünü belə yazmayın, xahiş edirəm. Bir dəfə liftin qabağını qəribə hərəkət edirdim, amma qabağıma adam çıxdı. Bir də şeylər ola bilər məsələn. Bayaqçı nağardı. Deyir liftdə dil atırdım, qabağıma adam çıxdı. Dil niyə atırdın ala? Qəribə hərəkətlər eləyə bilərsən. Bunu mən də eləyirəm. Səni sevirəm. Nə deyir o? Nəsə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox biabırçılıqlarınızı oxumamı istəyirsinizsə, əgər bu videoya 3000 like atmağı unutmayın deyirəm və yorumlara da sizin biabırçılıqlarınız varsa onları da yazın. Bilərsiniz deyirəm və bu videomu burada sonlandırıram. Gələcək videoda görüşürük.